Körpə heyvanların kəsiminin qarşısının alınması istiqamətində tədbirlər görülür. Bəs kəsimə gətirilən heyvanın körpə olub olmadığını necə müəyyən etmək olar? Kəsimə gətirilən heyvanların hardasa mal danadırsa, 1 ildən böyük olmalıdır, yaşından yuxarı olmalıdır. Hardasa 2 yaş, 3 yaş belə. Quzu da ki 6 aydan yuxarı olmalı, 8 ay, 9 ay, 1 illik də olar, erkək də ola bilər. Balaca 6 aydan aşağı düşmür də kəsmir. Kəsim məntəqəsində isə ilk növbədə sanitar gigiyenik qaydalara əməl olunmalıdır. Çünki bu sağlamlıq üçün mütləqdir. Söhbət həm kəsilən heyvanın sağlamlığından gedir, həm də onun ətini istehlak edənlərin. Digər və ən əsas məqam isə kəsilən heyvanın yaşıdır. Çünki heyvanın yaşı artdıqca ətin qida dəyəri və dad keyfiyyətləri də yaxşılaşır. 6 ayından kiçik quzularda əzələ lifləri hələ tam inkişaf etməmiş olur. Bu yaşda olan heyvanın bədənində birləşdirici toxuma və mioqlobin, əzələyə rəng və dad verən proteinin adı mioqlobindir. Mioqlobinin miqdarı az olur. Quzu əti 6 aydan tez kəsilərsə, yüksək su tərkibi olur. Gənc heyvanların toxumalarında suyun faizi yaşlı heyvanlara nisbətən daha yüksək olduğu üçün bişirmə prosesində bu su sürətlə buxarlanır. Nəticədə ətin həcmi ciddi şəkildə azalır. Yağ balansına gəldikdə isə heyvanın orqanizmdə faydalı yağ qatlarının yaranması üçün müəyyən zaman lazımdır. Yəni heyvanlar vaxtından əvvəl erkən kəsilməməlidir. Erkən kəsilən əti isə arıq olur. Lakin bu sağlam arıqlıq deyil. Ətin daxilindəki dadı zəngiləşdirən yağ turşuları kifayət qədər toplanmır. Bu da nəticədə ətin bişdikdən sonra quru və dadsız olmasına səbəb ola bilər. Qida dəyərinə gəldikdə isə heyvan böyüdükcə onun ətindəki amin turşusu profili və mineralların, dəmir, sink, B12 vitamini kimi vitaminlərin konsentrasiyası artır. Son dövrlərdə isə ölkə ərazisində qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsilməsi geniş yayılıb. Bu da heyvanların məhsuldarlıq potensialından tam istifadə olunmadan təsərrüfatdan çıxarılmasına səbəb olur. Qida Təhlükəsizliyi Agentliyinin erkən kəsimə son başlığı ilə həyata keçirdiyi kampaniya məhz bu prosesin qarşısının alınmasına hesablanılıb. Layihənin əsas hədəfi xırda buynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısını almaqdır. Respublikada körpə quzuların 3-5 aylıq kəsilməsi ənənəvi hal alıb. Bu isə heyvanların məhsuldarlıq potensialının tam istifadə edilmədən təsərrüfatdan çıxarılmasına səbəb olur. Erkən kəsimi birbaşa olaraq məhsuldar heyvanların ümumi sayının azalması və ət istehsalının aşağı düşməsi ilə nəticələnir. Mütəxəssislər bildirirlər ki, heyvanların optimal yaşda kəsilməsi həm keyfiyyətli ət istehsalına, həm də ölkədə heyvandarlığın davamlı inkişafına xidmət edir. Bu səbəbdən erkən kəsimə son kampaniyası çərçivəsində həm fermerlər, həm də istehsalçılar arasında maarifləndirmə işləri aparılır. Sözü gedən kampaniyaya rəsmilər, millət vəkilləri və blogerlər də qoşulub. Əzizə Mahmudzadə, Zaur Haşimov, Telesəhər.